mətbəx. Elnaz, indi bunun hər şeyini əlavə elədin, soya sosu da vardı. Tökmüşəm, indi bunu düyüyə töşəcəyim ki, suyunu çəkib deyirəm. Düyümüz də hazırdır. Qəşəng məxluq eləyəndən sonra təşəkkür ki, səndən çox. Xahiş edirəm. Bunlar ağırdır bu tavalar. Bir əllə tutmaq olmaz. Bax, düyü görünən qəşəng rəng oldu. Sən dediyin oldu. Son mərhələsindəyik əziz dostlarımız. Demək, hər şeyi hazırladıq. Düyümüzü əlavə elədik. Bütün göbələyimizi, lobyamızı, sonra dolmalıq biberlərimizi, onların hamısını gözəlcə qızartdıqdan sonra, soya sosumuzu əlavə elədikdən sonra, bir də siyotumuz var idi. Onların hamısını əlavə elədikdən sonra pişməyə hazır olan düyümüzü əlavə edib, yaxşıca Elnaz gördüyünüz ki, qarışdırdı onu və son mərhələ göbələkli reyhanlı pilav demişdik. O reyhanı da belə son mərhələdə yaxşıca doğrayır Elnaz. Dedi ki, ən sonda əlavə eləyirik. Hətta istəsəz, demək o qaba çəkdiyimiz zaman, süfrəyə verdiyimiz zaman onu qabımıza da çəkə bilərik. Elnaz dedi 3 qaşıq. 3-4 qaşıq. 4 qaşıq yetərlidir. Amma daha artıq da sevsəniz, öz zevqinizlə əlavə eləyə bilərsiniz. Dostlar, bizimlə qalın. Elə deyir Elnaz. Sonra biz bunu süfrəyə verəcəyik. Mənlə Elnaz bir dadacağıq. Görək necədir, bizimlə qalın. Əziz dostlar, Elnazın mətbəxindəyik. Görürsünüz ki, mən gözləyirəm. Bizim bu göbələkli, reyhanlı, çox ətirli, gözəl, deməli sağlıqlı yeməyimiz, pilavımız elə bilirəm hazırdır. Çünki mən Elnaz buralarda görmürəm. Görürsünüz ki, hər şey hazırlayıb, hər şeyi qoyub. Mənim üçün belə qabı da qoyub, çəngəlimi, qaşığımı da hazırlayıb. Elə bilirəm gedib qablamasını gətirsin. Elnaz, haradasan? Gəldim. Hazırdır yeməyimiz? Hazır. Elə bilirəm tamaşaçılarımız da gözləyirlər. Bəh-bəh. Qablamanla birlikdə. Geç belə görək. Gəl. Yaxşı. Xəzamız hazırdır. Sağ ol, əllərinə sağlıq. Atım. Bəh, əziz tamaşaçılarımız. Ətri gəlir bura. Görüntüsü də çox gözəldir. Bilirəm ki, siz də sevəcəksiniz bunu mütləq. Sana bunu çəkdim qaba. Çək görək. Nə şəkildə sən bunu indi bəzəyəcəksən? Bunu həm elinə eləyə bilənlər elə çəşərə qablarına. Amma sən daha gözəl qalıba salmaq istəyirsən. Qalıba salmaq istəyirəm. Lap yaxşı, gözəl. Amma çünki biraz bunun məvadı içində ayrı-ayrı məvadı çoxdur. Biraz qəşəng biləsin, bərkidirsən demək. Belə təzyiqlə bərkidirsən qalibin içərisini ki, yaxşı belə gözəl şəkildə çıxsın. Götürəndən sonra bu doğrasın, qəşəng yaxşı, o qalıbı götürəndən sonra belə gözəl bir çiçək kimi olacaq. Yaxşı. Gözəl lobyalı, dolma biberli, sonra göbələkli, reyhanlı, soğanlı. Bir dənə sənə dəsmal versən. Yaxşı, mən sənə gətirim. Buyur. Təşəkkür, çubuğun doğrasınlar. Bu da sənin dəsmalın. Qazanın görüntüsü özündən çox mühümdür. Bəli, iştah açıcıdır. Uşaqlar üçün də. Bir də elə o, demək, qonaqlıqlarda zətdə biz belə ki, deməli, süfrəmizə veririk. O görüntüsü də psixolojik, deməli, baxımdan çox təsirlidir. İştahını açır. Sən oğlun yiyəcək ya yox? Yiyər. Mənim oğlum hər şey yiyər. Allah çox. Bilirəm, bəyənəcək, xoşu gələcək. Yaxşı. Yaxşı oldu. Yaxşı. Bu qədər yetərlidir. Bir dənə reyhandan qəşəng eləyə bilənlər üstünə qoyulur. Bunu bəzəyəsən. Çünki hər halda bu reyhanlı pilavdır. Orasını təmizləyib. Yaxşı. Bu şəkildə də bunu təmizləyib və qalıbımızı çıxarır. Çox gözəl. Necə gözəl oldu. Bir də çevirək bunu. Bir də xarablamasın. Yəqin ki, əziz tamaşaçılarımız, siz də görürsünüz. Bizim əziz kameramənlərimiz göstərirlər bunu. Çox gözəl bir şəkildə, demək Elnaz beziyir bunu. Elnaz, kömək istəyirsən? Yox. Yaxşı. Sən özün elə təşəkkürsən. Çox gözəl də. Ətri gəlir. Çox gözəl. Çox gözəldir.
Bəli, sağlıqlı, yağı az, zeytin yağından istifadə eləmişik, çox sağlıqlı, xüsusilə ürək-damar xəstələri üçün çox gözəl və sağlıqlı bir yeməkdir. Elə uşaqlarımızı boş verək, demək evdə yaşlımız varsa, ürək-damar xəstəliyinə tutulan deməli bir evdə ailə üzvümüz varsa, biz elə bu yeməyi onun üçün də hazırlayıb, sağlıqlı nuş eləyə bilərlər. Qoçulur. Yaxşı, düzəltdin. Onda və bu şəkildə demək süfrəmizə verib daha da iştahları aça bilərsiniz. Biraz reyhanları təzə-tər olsa. Bəli. Biz axı reyhanları burada yumuşuq, isti var. Və çox da gözəl bu şəkildə. Bu icazə ver, mən bunu çəkim kənara. Belədən qoyum sənin içəcəyini. Çox gözəl. Əziz dostlarımız, buyurun. Sizdən nuş eləyin. Amma mən üçün də biraz çək. Amma bunun şəklini qatma. Deyirsən, mənə qablamadan çək. Bir qaşıq da yetərlidir. İstəyirəm doğrudan, belə sədaqətlə tamaşaçılarımıza deyim. Amma sən şey olma, məndən alınma. Əgər bəyənməsəm, deyəcəm bəyənməmişəm. Yaxşı. Çox gözəldir, çox gözəldir. Həqiqətən, Elnazın gözünün qabağındadır demirəm. Doğrudan da çox ləzzətlidir. Sözün doğrusu heç inanmırdım ki, lobyadan, bilməm bu dolmalıq biberdən, düyüdən, reyhandan belə bir şey çıxsın. Amma həqiqətən də çox gözəldir, fövqəladə bir şeydir. Əziz dostlarımız, Elnaza təşəkkür edirəm. Sağ ol. Əlin qolun ağrımasın. Elə bizim bu arxada bütün əməkdaşlarımız da, ekibimiz də çox həvəsləndilər bunu yeməyə. Sizlər üçün də var, cənab Daray üçün, Yunus üçün və əməkdaşlarımız üçün də var bu yeməkdə. Hamımız birlikdə nuş eləyəcək, yeriniz boşdur əziz dostlarımız. Dostlar, bugünkü yeməyimiz də deməli beləcə hazırlandı. Amma Elnaz mənə söz verdi ki, yenə də bu evinin qapısını bizim üzümüzə açacaq. Biz yenə də bura gələcəyik və sizin üçün yeni yemək öyrənəcəyik. Amma dostlar, bunu hazırladıqdan sonra barmaqlarınızdan müğayət olun, barmaqlarınızı yeməyəsiz, sağ olun.